bir ailədə niyə başqa qadına hər zaman bir ehtiyac var? Düzdür, bugün xəyanət edən qadınlar da var və görürük. Amma keçmişdən gələn bir söz var da, xəyanət kişiyə məxsusdur. Bir çox hallarda bu sözləri kim çıxardı? Nənələrimiz, babalarımız, yəni qəbullanıblar bunu. Mən qəbullanmağın bəlkə də tərəfdarındayam, ailənin dağılmanın tərəfdarı deyiləm. Çünki bir yerdən sonra 5 il, 3 il bir münasibətə girən bəy bir müddətdən sonra bəlkə də anlayır ki, yanlış etmişəm, geriyə dönür. O peşmançılıq hissini yaşayır mütləq ki. Amma boşanma zamanı nə baş verir? Artıq geriyə dönüş olmur. Uşaqlar da parçalanır, ailə də parçalanır, qadın da hardasa hissləri, özgüvəni məhv olur. Niyə? Kişilər hər şeyə rəğmən, uşaqlarına rəğmən, ailəyə rəğmən, vaxtı ilə sevib aldıqları qadına rəğmən, indi də sevdikləri qadına rəğmən bəzən bir günlük əyləncəyə meyilli olur.